Uca Şirvinə gəlir. Destur! Anam, bacım, qız gəlir. Əl ayağı düz gəlir. Kızlar ananı bacını yığıştıraq elə belə də. Gözəl, qəşəng qız gəlir. Yaxşı, Naz, nə oldu bu? Bundan mənim nəsə gözüm su içmir. Salam əleykum Şirvinə xanım. Nəhayət ki, gəlib çıxdın. Ha, bunlar mənə çoxdan gözləyirmiş. Axırıncı dəfə canlı kişini mən illər öncə görmüşəm. Onda biz kişilərlə bir yerdə yaşayırdıq. Biz ovovluyurduq, quş-quşduyurduq, döyüşlərə gedirdik. Ana xaqanlığı dövrü idi. Sonra bir gün fikirləşdik ki, biz niyə əziyyət çəkirik? Ha? Kişiləri tırkaladıq, onları təriflədik. Dedik ki, siz çox güclüsünüz. Siz hər şeyə qadirsiniz. Onları ağır işə göndərirdik. Bir də onları allatmışdıq ki, ata xaqanlığı quracağıq. Özümüz də gilə meyvələri dərirdik, yeyirdik. Amma odu qoruyurduq. Sonra günlərin bir günündə bunların arasında nəsə çaxnaşma baş verdi. Qırdılar bir-birlərini. Biz də yenidən öz ana xaqanlığımızı bərpa elədik, qurduq. Yaxşı eləmişsiniz. Burada da yeganə kişi görən qadın mənəm. Görən adam oraya görünür, tərcümə. Bravo, görməmişdim, bravo. O bığına zadına var. Lazer zad da yoxdur burada. Qulaq as. Sapla zadla, o inkişaf eləm. Qulaq as.